Hər bir valideynin səbirsizliklə gözlədiyi o an var, övladının ilk sözü. Bu mövzu o qədər önəmlidir ki, gəlin heç vaxt itirmədən birbaşa məsələyə keçək. Bəzən bu gözlənti biraz narahatlıq da yarada bilir, elə deyilmi? Amma heç narahat olmayın. Bugün sizə övladınızın dil açmasına necə kömək edə biləcəyinizi göstərən çox sadə, amma həqiqətən də işə yarayan üsullardan danışacağıq. Həqiqətən də elə deyilmi? O ilk ana, ata sözünü eşidəndə sanki bütün yorğunluğun bir anda yox olur. Və biz valideynlər də başlayırıq düşünməyə ki, görəsən hansı bahalı oyuncağı alsaq, uşağın dili daha tez açılar. Amma sizə bir sir verimmi? Əslində, ən güclü, ən təsirli oyuncaq elə sizin özünüzsünüz. Sizin səsiniz, sizin gündəlik söhbətiniz hər şeydən daha qiymətlidir. Yaxşı, bəs bugün yol xəritəmiz necə olacaq? Qısaca baxaq. İlk öncə erkən nitqin niyə bu qədər vacib olduğunu aydınlaşdıracaq. Sonra övladınızın sanki bir şərhçisi olmağın gücünü kəşf edəcəyik. Söhbətlərimizi necə daha zənginləşdirə bilərik, ona baxacağıq. Hansı səhvlərdən qaçınmalıyıq, bu çox önəmli bir məqamdır. Və ən sonda narahat olmağa dəyər bir vəziyyət olub-olmadığını, yəni nə zaman kömək lazım olduğunu biləcəyik. Yaxşı, başlayaq birinci hissədən. Erkən nitq niyə bu qədər vacibdir? Bu sualın cavabı sadəcə danışmağı öyrənsin deyil. Məsələ bundan qat-qat dərindir. Gəlin baxaq, görək bu əslində nə deməkdir. Baxın, nitqi bir binanın bünövrəsi kimi düşünün. O bünövrə nə qədər möhkəm olsa, üzərindəki binada o qədər dayanıqlı olar, elə deyilmi? Uşağın düşüncəsi, sosial bacarıqları, yəni dostları ilə dil tapması, hətta öz hisslərini, emosiyalarını anlaması, bütün bunlar o bünövrənin üzərində qurulur. Gələcəkdə məktəbdəki uğurları belə buna bağlıdır. Və bir də çox kritik bir şey var. İstəyini sözlə deyə bilməyən uşaq nə edir? Ya ağlayır, ya da biraz aqressiv olur. Çünki başqa cür özünü ifadə edə bilmir. Bəs bu möhkəm bünövrəni qoymaq üçün ən ideal vaxt nə zamandır? Məhz həyatın ilk 5 ili. Bu dövrdə uşaq beyni, inanın mənə, sanki bir süngərdir. Nə versən anında canına çəkir. Ona görə də bu dövrə kritik pəncərə deyirlər. Bu pəncərədən istifadə edib verdiyimiz hər bir söz, qurduğumuz hər bir ünsiyyət əslində onun gələcəyinə qoyulan ən böyük investisiyadır. Yaxşı, teoriyadan keçək praktikaya. İndi sizə 2 elə sadə üsuldan danışacağım ki, heç bir xüsusi hazırlıq falan lazım deyil. Elə bu dəqiqədən tətbiq etməyə başlaya bilərsiniz. Mütəxəssislər buna şərhçi olmaq deyir. Yəni, sadəcə gördüklərinizi və etdiklərinizi səsləndirmək. Necə? İndi göstərirəm. Baxın, 2 super sadə texnika var. Birincisi, öz-özünə danışmaq. Yəni, nə edirsinizsə onu səsləndirin. Məsələn, mətbəxdəsiniz. Deyin ki, mən indi almanı kəsirəm. Bu qədər sadə. İkincisi isə paralel danışıq. Bu dəfə də özünüzü yox, uşağınızın nə etdiyini səsləndirirsiniz. O maşınla oynayır. Deyin ki, sən maşını sürürsən, vıj. Yəni, onun oyununa bir növ şərhçi olursunuz. İndi yəqin düşünürsünüz ki, yaxşı, mən danışıram, amma o təkrar eləmir axı. Heç narahat olmayın. O təkrar etməsə belə sizi dinləyir. Hər bir sözü beyninə yazır, siz əslində onun zehnində gələcəkdə istifadə edəcəyi böyük bir söz bankı yaradırsınız. Zamanı gələndə o bankdan sözləri bir-bir çıxarıb istifadə edəcək, görəcəksiniz. Və o möhtəşəm an gəldi. Uşağınız ilk sözlərini deməyə başladı. Super. Bəs indi nə edirik? İndi növbəti mərhələyə keçirik. O tək-tək sözləri alıb, onlardan daha zəngin, daha dolu cümlələr yaratmağın vaxtıdır. Gəlin söhbətlərimizi bir səviyyə yuxarı qaldıraq. Bu texnikanın adı genişləndirmə metodudur. Çox asandır. Baxın, tutaq ki, uşağınız topu göstərib deyir, top. Siz nə edirsiniz? Dərhal onun sözünü genişləndirirsiniz. Bəli, bu böyük, qırmızı topdur. Bax, top deyirlənir. Gördünüz, bir sözdən bütöv bir mənzərə yaratdınız. Ona həm yeni sözlər öyrətdiniz, həm də cümlə quruluşunu göstərdiniz. Və burada bir qızıl qayda var. Sizin rolunuz onun səhvini düzəltmək deyil. Sizin rolunuz onun dediyinə nəsə əlavə etməkdir. Çünki səhv dedin demək uşağı ruhdan sala bilər. Amma onun dediyini genişləndirəndə o özünü daha inamlı hiss edir və danışmağa daha çox həvəslənir. Məqsəd budur. İndi gəldik çoxumuzun fərqində olmadan etdiyi bir səhvə, amma düzəltməsi də bir o qədər asandır. Səbirsizlik. Bəli, biz böyüklər çox tələsirik. Mütəxəssislər deyir ki, uşaqla danışanda mütləq gözləmə müddəti saxlayın. Bu nə qədərdir? Cəmi 5-10 saniyə. Düşünün, uşağa sual verirsiniz, cavab yoxdur. Dərhal nə edirik? Ya sualı təkrarlayırıq, ya da bezib özümüz cavablayırıq.
Amma dayanın, unutmayın ki, onun beyninin o sualı emal etməsi, cavabı tapması, sonra onu sözə çevirməsi üçün vaxt lazımdır. O 5-10 saniyəlik sükut var ha, bax o sükut əslində onun nitq inkişafı üçün ən vacib məşqdir. Sadəcə ona o fürsəti verin. Gözləyin. Yaxşı, gözləmə müddətini anladıq. İndi isə gəlin, ünsiyyətdə tez-tez yol verdiyimiz başqa səhvlərə baxaq. Xüsusilə də bizim bu müasir dövrdə qarşılaşdığımız bəzi çətinliklər var. Məsələn, ekran məsələsi kimi. Görək nələrdən qaçınmalıyıq. İlk və ən böyük səhvlərdən biri qapalı suallar. Yəni cavabı sadəcə hə və ya yox olan suallar. Məsələn, parka getmək istəyirsən, bu sual söhbəti ilə başlamadan bitirir. Onu yerinə açıq suallar verin. Ona seçim şansı tanıyın. Bugün parkda nə edək? Yelləncəyə minək, yoxsa qumda oynayaq? Bax, bu sual onu düşünməyə və daha çox danışmağa məcbur edir. Başqa bir məsələ. Uşaq təzə-təzə danışanda sözləri səhv deməsi tamamilə normaldır. Məsələn, su yerinə bu deyir. Bizim də instinktiv reaksiyamız nə olur? Yox, elə yox, su de. Amma bilin ki, bu onu danışmaqdan soyuda bilər. Səhvini birbaşa üzünə vurmaqdansa daha yaxşı bir yol var. Doğrusu budur. Səhvini düzəltməyin. Sadəcə doğrusunu özünüz deyin. Uşaq bu deyəndə, siz sakitcə cavab verin. Aha, sən su istəyirsən? Al, bu sənin suyundur. Gördünüz, nə qədər müsbət və həvəsləndiricidir. Həm onun istəyini anladınız, həm də sözün düzgün formasını heç bir tənqid etmədən ona göstərdiniz. Və gəldik dövrümüzün ən ağrılı mövzusuna. Ekranlar. Mütəxəssislər buna passiv ekran deyir. Nə deməkdir bu? Yəni televizor, planşet, bunlar sadəcə bir tərəfli məlumat ötürür. Onlar uşağa baxmır, onun reaksiyasını gözləmir, onunla söhbət etmir. Amma nitq nədir? Nitq canlı ünsiyyətdir. İki tərəfli bir prosesdir. Cizgi filmindəki qəhrəman heç vaxt uşaqdan soruşmayacaq ki, bəs sən nə düşünürsən? Bəs nə etməli? Həll yolu var. Birincisi, Amerika Pediatr Akademiyası deyir ki, 2 yaşa qədər uşaqları bu cür passiv ekranlardan tamamilə uzaq tutun. Yaxşı, bəs uşaq daha böyükdürsə? O zaman qayda budur. Tək qoymayın, birlikdə baxın. Və o passiv izləməni aktiv ünsiyyətə çevirin. Aha, bax, pişik hara tullandı. Səncə indi nə olacaq? Kimi suallarla onu söhbətə cəlb edin. Beləcə, zərərli bir vərdişi faydalı bir məşğuliyyətə çevirmiş olursunuz. İndi gəldik çox həssas bir mövzuya. İstəyirəm ki, indi deyəcəklərimə bir təşviş siqnalı kimi yox, sadəcə məlumatlı bir valideyn olmaq üçün bir bələdçi kimi baxasınız. Çünki unutmayaq ki, hər uşağın öz inkişaf tempi var. Əsas odur ki, müqayisə etməyək. Amma bəzi ümumi məqamlar var ki, diqqət etməyə dəyər. Məsələn, uşağınızın 1 yaşı tamam olub, amma hələ də adına baxmırsa, ya da barmağı ilə nəsə göstərmirsə, və ya 18 aylıqdır, amma hələ ana, ata kimi tək-tük sadə sözləri də yoxdursa, və yaxud 2 yaşına çatıb, amma ana gəl, topu ver kimi 2 sözü yan-yana gətirə bilmirsə, bax bu hallarda bir mütəxəssislə məsləhətləşmək yaxşı fikir olardı. Və bir də çox vacib bir siqnal, əgər uşaq əvvəllər bildiyi sözləri unudursa, bu mütləq diqqət tələb edir. Yenə deyirəm, məqsəd qorxutmaq deyil, sadəcə məsuliyyətli olmaqdır. Çünki hər şeydə olduğu kimi, bu məsələdə də erkən müdaxilə, yəni vaxtında atılan addım ən yaxşı nəticəni verir. Bütün bu danışdıqlarımızın, bütün texnikaların, qaydaların sonunda gəlib çıxdığımız bir həqiqət var və o həqiqət budur. Unutmayın, siz övladınızın ən yaxşı müəllimisiniz. Nə ən bahalı oyuncaq, nə də ən məşhur mütəxəssis sizin yerinizi verə bilməz. Ən qiymətli dərs sizin sevginiz, səbriniz və onunla qurduğunuz o səmimi ünsiyyətdir. Və bitirərkən, icazənizlə, sizi bu sualla baş-başa buraxmaq istəyirəm. Sizcə, uşağınızın ən güclü öyrənmə vasitəsi nədir? Bir anlıq düşünün. Cavab əslində o qədər sadədir ki, cavab sizsiniz. Sizin səsiniz, sizin diqqətiniz, sizin onunla qurduğunuz söhbətlər.